Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi, Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilmiş, Baş Prokurorluqda xidməti vəzifələrini nümunəvi icra etdiklərinə görə Azərbaycan Respublikasının Baş Prokuroru tərəfindən həvəsləndirilmiş, habelə ilin ən yaxşı müstəntiqi, ilin ən yaxşı dövlət ittihamçısı və ilin ən yaxşı prokuror müsabiqələrinin qalibi olmuş prokurorluq işçilərinə, eləcə də prokurorluğun dostu mükafatına layiq görülmüş media nümayəndələrinə mükafatların təqdim olunması ilə bağlı tədbir keçirilib. Tədbirdə çıxış edən Baş Prokuror Kamran Əliyev tərəfindən geridə qalan 2025-ci ilin ölkəmiz üçün uğurlu olmaqla yanaşı, çoxsaylı əlamətdar hadisələrlə yadda qalması qeyd edilib. Mərasim zamanı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi sədrinin müvafiq sərəncamı ilə Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi, Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilmiş Azərbaycan Respublikası Baş Prokurorunun birinci müavini və müavinlərinə, habelə Baş Prokurorun müvafiq əmri ilə xidməti vəzifələrini nümunəvi icra etməsinə görə həvəsləndirilmiş prokurorluq əməkdaşlarına mükafatlar təqdim olunub. Daha sonra ilin ən yaxşı müstəntiqi, ilin ən yaxşı prokuroru və ilin ən yaxşı dövlət ittihamçısı müsabiqələrinin təşkili və keçirilmə qaydaları barədə müvafiq olaraq Baş Prokurorun birinci müavini Elçin Məmmədov, Baş Prokurorun müavinləri Elmar Camalov və Heydər Məmmədov çıxışlar edərək ətraflı məlumatlar veriblər. Bundan başqa tədbir çərçivəsində prokurorluğun dostu təltifinə layiq görülmüş media qurumlarına mükafatların təqdim edilməsi mərasimi keçirilib. Qeyd edilib ki, həmin tədbirlər çərçivəsində 2025-ci ilin yekunlarına əsasən prokurorluq orqanlarının fəaliyyəti ilə bağlı aşkarlıq və hesabatlılığın ictimaiyyətə operativ şəkildə çatdırılması, prokurorluq orqanlarının media arasında operativ və səmərəli kommunikasiyanın qurulmasında fərqlənən İki Sahil qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Vüqar Rəhimzadə, ARB 24 xəbər telekanalının direktoru Radik İsmailov, Operativ Media Az Xəbər portalının rəhbəri Fərrux Qocamanlı, Azərbaycan Televiziya və Radio Verişləri Qapalı Səhmdar Cəmiyyətinin informasiya proqramları studiyasının redaktoru Sudabə Cahangirli, Azərbaycan Televiziya və Radio Verişləri Qapalı Səhmdar Cəmiyyətinin ictimai-siyasi proqramlar redaksiyasının ali dərəcəli rejissoru Rəhmə Mirzəyeva, Azərbaycan Dövlət İnformasiya Agentliyinin baş buraxılış redaktoru Pərvin Abbasov və Azərbaycan Dövlət İnformasiya Agentliyinin fotoqrafı Vüqar İbadov prokurorluğun dostu mükafatı ilə təltif olunublar.